Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin ala nebine Muhammed ve ala alihi ve sahbi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabına üzerine olsun. Uca Allah da elm məclisimizi xeyli bərəkətli eləsin. Uca Allah da bizləri elm öyrənməkdə müvəffəq eyləsin. Allah da elm məclisinin sonunda günahlarımızı bağışlasın. Çünki elm məclisinin sonunda mələklər o elm məclisində iştirak edənlər üçün dua edirlər. Bu elm məclisinə canlı yayına qatılana da aiddir. Və dua edirlər ki, Allah'ım onun günahlarını bağışla. Yəni mələklərin duası da müstəcəbdir. Və Allah Teala onları öz dərgahında yaxın mələklərin yanında xatırlayar. Düşünün, elm öyrənmək nə qədər fayda var. Çünki insan bir fayda öyrənsə, hər dərsdən bir fayda öyrənsə, o fayda görə onun həyatında nə qədər müsbət dəyişiklik olar, Allah'a yaxın olar və s. Bugünkü mövzumuz nədir? Baxın, çox gözəl bir mövzudur. Dinləyin suallar dərsdən sonra. Ət-Taifətül Mənsura deyirlər buna. Yəni Allah tərəfindən daim yardım edilən cəmaat. Allah tərəfindən daim yardım altında olan mömin, müsəlman. Və Peyğəmbərimiz buyurur ki, onlar qiyamət gününə qədər davamlı olacaqlar həmən insanlar. Yəni fitnələr olsa da, problemlər olsa da, dünyaya insanlar aldansalar da, hər zaman doğru yol üzərində qalacaqlar. Hədisdə belə adlandır. Yəni Allah tərəfindən yardım edilən insanlar, Allah tərəfindən Allahın daim yardımında, qorumasında olan cəmaat, yəni insanlar, möminlər. Yəni onlar kimlərdir, olan etiqadı nədir? Bu çox önəmlidir. Çünki burada axirət məsələsi var, Allah qorusun. Yəni, baxın, bu dünya fanidir, qısadır. Nə qədər yaşayacaq ki? Axirət isə əbədidir. Axirətin sonu bilinmir, böyüklüyü əbədidir. Yəni, düşünün, Peyğəmbərimiz buyurur ki, sizlərdən biriniz bir iynəni dənizə salıb çıxarsa, iynənin ucunda dənizdən çıxan su nədirsə, bu dünyada axirət önündə odur. Yəni, bir damla su qədər belə deyil. Ya əbədi cənnət, ya əbədi cəhənnəm, Allah qorusun. Ona görə də bu məsələləri insan düzgün öyrənməlidir. Baxın, nədir? Bil ki, insanların bütlərə, ibadətə qayıtması qiyamətin əlamətlərindəndir. İnsan bunu bilməlidir. Peyğəmbərimiz buyurur ki, bu ümmət, hansı ki, Peyğəmbərimiz gəldi, insanlara haqqı çatdırdı, Allah'a ibadətə çağırdı, insanlar şirki tərk etdilər, Kəbənin ətrafında 600 dənə büt var idi, bütlə Allah'a yaxınlaşdırırdılar. Demirdilər ki, bu bütlər göyləri, yerləri yaradıb. Yox. وَلَاِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضِ Onlardan soruşsan göyləri, yerləri kim yaradıb? Deyirlər, Allah yaradıb. Amma bu bütlər bizi Allah'a yaxınlaşdırır. Büt dediği de salih insanlar idi. Öləndən sonra onların qəbrini ibadətxanaya çevirmişlər. Baxın, deyir ki, bu ümmətdən bəzi insanların yenidən bütlərə ibadət edəcəyi barədə xəbər verilmişdir. Bu da qiyamətin əlamətlərindəndir. Baxın, Allah da Quran-ı Kərimdə Nəsranilər barəsində buyurur. Kitabdan pay verilənləri görmədinmi? Onlar cibdə və tağuta iman edir və kafirlər haqqında bunlar möminlərdən daha doğru yoldadırlar deyirlər. Nisa surəsi 51-ci ayə. La ilahe illallah. Cib nədir? Şeytan, sehir. Tağut nədir? Allahdan başqa ibadət edilən. Və sonra deyirlər ki, bunlar möminlərdən daha doğru yoldadırlar. Uca Allah Teala Yahudilər haqqında isə buyurur ki, Allah'ın yanında cəza baxımdan bundan daha pis olanları sizə xəbər verir mi? Allah'ın deyir qəzəbləndiyi, lənət etdiyi, içərilərindən meymunlar, donuzlar etdiyi tağuta ibadət edənlər. Nədir tağut? Allah'tan başqasına ibadət edənlər. Subhanallah. Məhz onlar məkan baxımından daha pis və doğru yoldan daha çox azanlardır. Maidə surəsi 60-cı ayə. Bir oxuyun Quran-ı Kərimi. Əvvəlki ümmətlərə nələr baş verib? Uca Allah Teala üçün buyurur. Beləcə onları aşkara çıxardıq ki, Allah'ın vədinin haqq olduğunu və qiyamətin gələcəyində heç bir şək olmadığını bilsinlər. O zaman onlar öz aralarında onların işi barəsində mübahisə edirlər. Dedilər, hansı ki salih insanların üzərinə, salih insanlar amma üzərlərini neynədilər? Tikdilər, ibadətxanaya çevirdilər. Onlar üzərində bina tikin. Rəbbi onları daha yaxşı bilir. La ilahe illallah. Ona görə
Kəhf surəsi 21-ci ayə Allah Teala xəbər verir əvvəlki ümmətləri. Suallar dərsdən sonra dedim də gözəl insan. Suallar dərsdən sonra. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm həmçinin buyurur ki, Əbu Səid Əl-Xudridən gələn rivayətdə buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, siz özünüzdən əvvəlkilərin yolunu qarış-qarış, addım-addım izləyəcəksiniz. Hətta onlar bir kərtənkələ yuvasına girsələr belə, siz də onların ardınca girəcəksiniz. Sahabilə dedilər, ey Allah Rasulü, bunlar kimlərdir? Yahudi xristiyanlar nəzər tutsan deyil. Dedi, bəli, başqa kim? Yəni, zaman gələcək ki, insanlar həqiqətən də nə olacaq? Görəcəksən ki, insanlar Allahı qoyub qəbirdən, daşdan, ağacdan kömək istəyəcəklər. Əvvəlki ümmətlərin etdiyi səhvlərə müsəlmanlar edəcək. Baxın, suallar dedim axı dərsdən sonra da. La ilahe illallah. Thawban radiyallahu anh gələn rivayətdə buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, Allah yer üzünü mənim üçün topladı və mən onu Allahın möcüzələrinə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir, bütün yer kürəsini də Allah nə elədi? Topladım deyir, yəni önünə gətirdim. Bax, Allahın qüdrətində hər bir şey. Göstərdi Allah Teala bütün yer üzünü, şərqini də, qərbini də. La ilahe illallah. Şərqini də, qərbini də gördüm. Ümmətimin mülkü mənə göstərilən yerlərə qədər çatacaq. Yəni zaman gələcək ki, düşünün Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Mədinədə bunu deyəndə sahabilər az idi, amma zaman gələcək ki, yəni İslam genişlənəcək. Şərq tərəfə də, qərb tərəfə də, hər yerə İslam genişlənəcək. Allah Teala Peyğəmbərimizə bunu göstərir. Mənə qırmızı və ağ xəzinələr verildi. Nədir qırmızı, ağ xəzinələr? Yəni Rumların və Farsın xəzinələri. Hansı ki, sahabilər, yəni Rumları məğlub elədilər, Farsları məğlub elədilər, onların qənimətləri müsəlmanlara keçdi. La ilahe illallah. Hər kəs hər şeyi oxuyub bilirsə, niyə gəlmirsən bizim canımıza? Get oxu da. Sən oxuma deyən var. Biz elm öyrəndik, səni bu niyə narahat edir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ümmətinin hara çatacağını buyurdu və həqiqətən də baş verdi mi? Baş verdi. Əlbəttə ki, subhanallah. Və sonra buyurur ki, ümmətim üçün ən çox qorxduğum şey azdırıcı dəvətçilərdir deyir. İnsanları azdıracaqlar. La ilahe illallah. Yəni hardan azdıracaq? Haqq yoluna azdıracaqlar. İnsanları Allah'a ibadətə dəvət etmək əvəzinə insanları insana dəvətə çağıracaqlar. Qəbrə, daşa, zamanımızda yoxdur mu? Var. Övliyadan kömək istə, vəfat etmiş salih insandan kömək istə və s. Və buyurur ki, qiyamət qopmazdan əvvəl ümmətimdən bəzi qəbilələr müşriklərə qoşulacaq, bəzi insanlar isə bütlərə də ibadət edəcəkdir. La ilahe illallah. Bu qiyamətin əlamətlərindəndir. Get-gedə də ona doğru gedir. Bugün görürsən insanların çoxu müsəlmandır, 5 vaxt namazını qılır, gedir qəbirdən, daşdan, ağacdan kömək istəyir. Ya övliya imdad elə, ya imam imdad elə. Subhanallah, bu imdad Allahın haqqıdır. Baxın nə deyir? Ümmətim içində 30 yalancı çıxacaqdır Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, Peyğəmbərdən sonra. Onların hər bir özünün Peyğəmbər olduğunu iddia edəcəklər. Halbuki mən Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra heç bir Peyğəmbər yoxdur. Ümmətimdən bir tayfa isə, bir cəmaat isə haqq üzərində olacaq. Onlara qarşı çıxan və ya onları tərk edən kimsələr onlara zərər verə bilməyəcəklər. Allahın əmri gələnə qədər onlar bu haqq üzərində qalacaqlar. Kimlərdir onlar? Allah'a ibadət edənlər və uca Allah-u Teala'ya heç bir şeyi şərik qoşmayanlar. Subhanallah. Əgər biz bugün doğru yoldayıqsa, sevin ki, Peyğəmbərimizin dediyi həmən insanlardansan sən. Peyğəmbərimiz müjdəliyib ümmətini ki, mənim ümmətimdən belə insanlar olacaq, belə cəmaat olacaq, hər dövrdə olacaq, hər zamanda olacaq, qiyamət gününə qədər onlar olacaq. İnsanlar onları tərk etsə də, onlara zərər verməyəcək. Çünki onlar haqq üzərində olacaq. Nədir o haqq? Tavhid üzərində olacaqlar. Subhanallah. Ona görə sən də sevin. Əgər doğru yol üzərindəsənsə, Peyğəmbərimizin dediklərindənsə, bu Peyğəmbərimizin müjdəsidir. La ilahe illallah. Yəni onların çoxlu düşmənlərinə baxmayaraq zərər görməyəcəklər və qiyamətə qədər bu yol üzərində qalacaqlar. Sən də deyə, ey insan, onları axtar, onlarla olmağa çalış. Amma dində bidət, xurafat,
dinde olmayan uydurmalar veya şirke buluşma, Allah'a şerik koşma deyil. La ilahe illallah. Xoşlanmırsan doğru yolu, get batıl yola da mən neyniyim? Yani dinini koru. Çünkü bugün İslam dinine ait edilen her şey əslində həqiqi İslam değil. Subhanallah. Xoşun gəlmir bizim danışığımız, din değil, nağıldır. Gəlmə də insan bura. Biz səni zorla çağırmışıq bura. Get öz sapıqların qrupuna da, o sənin kimi sapıqların qrupuna get də. Elə bil ki, mən zorla çağırmışam. Bunları ki, gəl məni dinlə. Get o ateistlərin zibirliyində eşələn də. Subhanallah. Ona görə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm xəbər verib ki, İslam ümməti 72 firqəyə bölünəcək. Onların çoxu azmış, dinə sonradan əlavələr eləyəcəklər. Subhanallah. Siz yerə gəldiniz. La ilahe illallah. Bura müsəlmanlardır. Get, biz xristiyan zat deyilik. Get öz qruplarınıza da. Nə işiniz var sənin bizim burada? La ilahe illallah. Hər cür dəli dürü var, gəlib mənə tapır. Bura müsəlmanların qrupu. Sən get özünkilərini axtar TikTok'da. 72 firqəyə bölünəcək deyir. Onların çoxu azmış, dinə sonradan şeylər əlavə edəcəklər. Allah'a şərik qoşmaq, dində olmayan bir şeylər. Subhanallah. Bakın Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu hədisi həqiqətən də nədə? Möcüzədən bəhs edilir. Yəni, Peyğəmbərimizin danışığı nədir? Vəhiydir. Peyğəmbərimiz bu dedilər oldu mu? Oldu. Ona görə Peyğəmbərimizin səhih hədisləri nədir? Vəhiy. Allah'ın ona şərqi və qərbi göstərməsi və ümmətinin, mülkünün haralara çatdığını, yayılmasını göstərir. İslam yayıldı mı? Yayıldı hər yerə. Ona 2 xəzinənin verilməsi Peyğəmbərimiz buyurmuşdu. Oldu mu? Peyğəmbərimizdən sonra baş verdi. Rum və Fars imperiyası məğlub elədilər sahabələr. La ilahe illallah. Ümmətin arasında fitnə olacaq, olacaq. İnsanlar birbirini öldürməsi olacaq, olacaq. Amma Peyğəmbərimiz nədən ən çox qorxu ümmətinə? Azdırıcı dəvətçilərdən ki, insanları doğru yola deyil də Allah'a şərik qoşmağa dəvət edəcəklər. Həmçin bu ümmətdə yalancıların və saxta peyğəmbərlər çıxacaq deyir. Çıxmayıb var. Ölkəmizdə də birisi var, sapıq o. Adı nədir onun? Ələskərdir, nədir? Özünü peyğəmbər elan edib. Özündən namaz uydurur və s. Sonra bir süfrə ətrafına oturublar hamısı. Qadın, uşaq deyir, siz hamınız peyğəmbərsiz deyir. Onlardan birisi də deyir ki, bu deyir ki, sən peyğəmbərsən, o da elə sevinir. Özünə vəzifə çıxaran var. Elə sevinir ki, peyğəmbər, kül başımıza. Sən hardan peyğəmbər olsun? Özlərinə ad götürürlər, sevinirlər ki, özləri də inanır ki, oradan peyğəmbərdir. Estağfurullah. Həmçinin nə deməkdir? Qiyamət gününə qədər haqq üzərində qalacaq, yardım olunmuş möminlər olacaq. Doğru yolda olanlar. Bütün bunlar Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin xəbər verdiyi kimi baş vermişdir. Halbuki bunların hər bir insan ağlına uzaq görünən xəbərlər idi. Nə zaman olacaq? Hamısı baş verdi. La ilahe illallah. Ona görə baxın nə deyir? Ümmətimdən bəziləri bütlərə ibadət edəcəklər. Büt gəlir, bir də vasən gəlir. Büt, bir də vasən nə deməkdir? Arasında fərq nə deməkdir? Büt, insan, üz, ay və s. kimi surəti olan şeylər. Misal üçün, var ya, misal üçün gedir insanlar kömək istəyir, dəvə piri. Bu bütdür də, yəni bütdən kömək istəyir. Altından keçəndə günahların bağışlanır və s. Daşın içinə girirlər. Vasən nə deməkdir? Peyğəmbərimiz buyurur ki, ümmət ona ibadət edir. Surəti olmayan şeydir. Məsələn, qəbir üzərində tikmək, oranı ibadətə çevirmək və ya misal üçün qol bağı, kömək istəmək ki, bu qol bağı mənə kömək olacaq və s. Subhanallah. Mömin Allah'a ibadət etməlidir. Baxın nə deyir? Adəm övladın yaradılma səbəbi. Əgər insan bunu bilsə, doğru yolda olacaq. Nə üçün Allah səni yaradıb? Allah Teala buyurur: وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُونَ. Mən bütün cinləri və insanları mənə ibadət etsinlər deyə yarattım. Zariyat surəsi 56-cı ayə. Və bütün peyğəmbərlər buna dəvət etmişdir, tevhidə. Uca Allah Teala buyurur: həqiqətən biz hər ümmətə
Allaha ibadət edin və tağutdan uzaq durun deyə bir peyğəmbər göndərdi. Tağut nə deməkdir? Allahdan başqa ibadət edilən. Allah onların bir qismini doğru yola yönəltdi, bir qismini isə azğınlıq haqq oldu. Yer üzündə gəzib dolaşın və yalan sayanların aqibətinin necə olduğuna baxın. Nəhl surəsi 36-cı ayə. Yəni, nə qədər ümmətlər də ahirəti yalan saymışlar, Allahı yalan saymışlar. Hanı onlar? Nə oldu? Zərər mi verə bildilər Allaha? Xeyr, hamısı ölüb getdi. Hara cəhənnəmə. La ilahe illallah. Hamımız o torpağın altına gedəcək. Bərzəx dünyasına gedəcək. Subhanallah. Allah Teala buyurur, həqiqətən İbrahim Allaha itaət edən, batildən haqqa yönələn bir ümmət idi və o müşriklərdən deyildi. Nəhl surəsi 120-ci ayə. Baxın, Xəlil İbrahim əleyhissalamın Allah Teala duasını buyurur Quran-ı Kərimdə. İbrahim surəsi 35-ci ayə. Ey Rəbbim, bu şəhəri əmin-amanlıq yurdu et. Haranı, Məkkəni və məni də övladlarımızla bütlərə ibadət etməkdən uzaq tut. Subhanallah. Nə zaman dua etmirsən ki, Allahım, məni və ailəmi, evladlarımı sənə şərik qoşmadan qoru. Çünki nədir? Şeytan gəlir, aldadır. Bəzi zəlalət dəvətçiləri insanları şirkə dəvət edir. Bir də gördün ki, Allaha şərik qoşanlardansan. Nə cavab verəcəksən Allah-u Teala'ya? La ilahe illallah. Allah Teala bizə nəyi əmr edib? Tevhid. Və ona şərik qoşmaqdan uzaq durmaq, qadağan eləyib. Subhanallah. Yəni, Əl-Hayyul Qayyum kimdir? Uca Allah Teala. Əl-Hayy, Əl-Qayyum olan uca Allah. Daimi. Necə oğlu olasən gedib qəbirdən, daşdan, ağacdan kömək istəyirsən. Baxın, nə deyir Allah Teala Quran-ı Kərimdə? İsra surəsi 23-cü ayə. Rəbbin hökm etdi ki, ondan başqasına ibadət etməyəsiniz və valideynlərə yaxşılıq edəsiniz. Əgər onlardan biri və ya ikisi sənin yanında qocalıq yaşına çatsa, onlara belə demə. Yəni, onları danlama və onlara gözəl danış. La ilahe illallah. Baxın, Allah Teala'nın hikmətinə baxın. İsra 23. Birinci özünə ibadəti əmr edir. Arxasına nəyi buyurur? Valideynlərə yaxşılıq elə. Yəni, valideynlərə yaxşı elə bir uca məqamdır ki, Allah Teala özünə ibadətlə bərabər valideynlərə yaxşılığı buyurur. Subhanallah. La ilahe illallah. Hanı valideynlərin üzünə ağ olanlar, incidənlər? Haradasınız siz? Nə cavab verəcəksiniz Allah Teala'ya? Allah Teala valideynə yaxşılıq eləməyi özünə ibadətdən sonra buyurur. Allah ibadət elə, Allah şərik qoşma, valideynlərə yaxşılıq elə. Subhanallah. Baxın, Allah Teala buyurur Nisa surəsi 36-cı ayədə. Allah'a ibadət edin və ona heç bir şey şərik qoşmayın. Valideynlərə, qohumlara, yetimlərə, miskinlərə, yaxın qonşuya, uzaq qonşuya, yaxın dosta, yolçuya, sahib olduğunuz kəslərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənən və lovğalanan kəsi sevməz. Yəni, özünü təkəbbür, lovğalanır, sevməz. Nə deyir? Allah şərik qoşma. Allah buyurur. Baxın, ən böyük ayələrdən birisi. Gəlin Rəbbinizin sizə haram buyurduqlarını oxuyun. Subhanallah. Nə gəlir birinci başda? Ona heç bir şey şərik qoşmayın. Şərik qoşmaq nə deməkdir? Allahın haqqı olan ibadəti Allahdan başqasına nisbət eləmək. Dua Allahın haqqı, ibadət Allahın haqqıdır. İmdad Allahdır. Deyirsən ki, ya övliyə mənə kömək ol, ya imam mənə kömək ol, və ya filan biri mənə kömək ol və s. Subhanallah. Gəlin Rəbbinin sizə haram buyurduqlarını oxuyun. Birinci nə gəldi? Ona heç bir şey şərik qoşmayın. Valideynlərə yaxşılıq edin. Baxın, yoxsulluq qorxusu ilə övladlarınızı öldürməyin. Məkkə müşriklər nə edirdilər? Övladlıq qorxusuna görə qız uşaqlarını diri-diri bastırırdılar. 6-2 xeyr. Bugün bu Məkkə müşriklərin əməllərini edənlər varmı? Var. Kimlərdir? Səbəbsiz yerə abort edənlər. Əvvəlcədən qorunmurlar, sonra uşağı abort edirlər. Niyə? Mən uşağa necə baxacam? Məkkə müşriklərin sənin fərqi nədir? Onlar da yoxsulluq qorxusundan öldürürlər uşaqları. Sən də bugün səbəbsiz yerə ölüm təhlükəsi olmadan və ya uşaq ana bətnində ölməyib, qız uşağıdır deyə oğlan olmalıydı, istəmirəm, abort edirsən. Eyni Məkkə müşriklərin cinayətini edirsən. Qiyamət günü o Məkkə müşriklərlə diriləcəksən sən. Düşün bunu. Sizin də onların ruzusunu biz veririk Allah Teala. Açıq və gizli çirkin əməllərə yaxınlaşmayın. Yəni, zina.
Allah'ın haram ettiği canı haksız yere öldürmeyin. Allah bunları size haram emir etti ki belki anlayasınız. Bakın. Yetimin malını yalnız en güzel şekilde yaxınlaşın. Yani yetim malı var senin yanında. O malı koruyursan, koy yetim büyüsün, sonra yetime qaytarasan. Ta ki yetkinlik yaşına çatsın. Yani yetim malını yeme deyir. Ölçünü ve çekini ədalətlə tam edin. Tərəzidə aldatmayın. Biz heç kəsi gücü çatdığından artıq yükləmirik. Danışdığı zaman ədalətli olun. Hətta qohumunuz haqqında olsa belə, yəni mənim qohumumdur, yalan danışım, şahidi eləmə, xeyr. Allahın əhdini yerinə yetirin. Allah bunları tövsiyə etdi ki, düşünüb ibrət alasınız. Subhanallah. Həqiqətən bu mənim doğru yolumdur. Ona tabi olun. Başqa yollara uymayın. Yoxsa onlar sizi Allahın yolundan ayırar. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə təqvalı olasınız. Ən'am surəsi 152-153. Oxuyun bir Quran. Ey gözəl insanlar. Açın öz dilimizə Quran-ı Kərimi oxuyun. Çoxlarınız niyə Allah'a şərik qoşursunuz? Bəziləri oxumursunuz Quran-ı Kərimi. Baxın, Uca Allah buyurur. Həqiqətən onlar Rəbbinin qorxusundan titrəyirlər. Kimlər? Mələklər. Onlar Rəbbinin ayələrinə iman gətirirlər. Onlar Rəbbinə heç bir şey şərik qoşmazlar deyir mələklər. La ilahe illallah. Həmçinin kimlər? Möminlər. Bu ayə həmçinin kim aid? Möminlər. Misal üçün kimlərdir onlar? Allah qorxusundan qəlbləri titrəyər. Rəbbinin ayələrinə iman gətirərlər. Rəbbinə heç bir şey şərik qoşmazlar. Subhanallah. Həmçinin neyniyərlər? Allah üçün yardım edərlər. Çünki onlar Rəblərinə qayıdacağını bilirlər. La ilahe illallah. Müminin surəsi 57-61-ci ayələr. Ona görə də əsas nədir? Tevhid. Böyük günahların ola bilər. Hətta pis günahların ola bilər. Birdən tövbə etmədən ölsən, içki olar, zina olar, sələmçilik olar. Nə olarsa olar. O səni əbədi cəhənnəmdə saxlamaz. Təmizlənib gidəcəksən cənnətə. Amma bilə-bilə Allah'a şərik qoşsan, vay halına. Çünki Allah Teala bütün günahları bağışlayır. Hamısına bağışlayaram. Amma mənə də şərik qoşma. Çünki ucalar ucası odur. Hayyul qayyum odur. Daimi diri odur. La ilahe. Kainatı idarə edən odur. Ölməzdir. Salih insan, Allah onlardan razı olsun. Salih insanlardan, imamlardan, övliyalardan. Biz onları sevirik. Amma onlar bizim Allah arasında vasitə deyil. Biz onlardan istəmirik. Allah'tan istəyirik. Birbaşa. Baxın nədir? Tevhid, la ilahe illallah kəlməsinin təfsiri budur. Nə deməkdir? La ilahe illallah. Allah'tan başqa ibadətə layiq haqq məbud yoxdur. Allah'tan başqa deməli hamısında doğru deyil. İbadət nə deməkdir? Allah'ın sevdiyi və razı qaldığı bütün zahiri, batini sözlər, əməllər. Deməli, bunlar hamısı Allah üçün edilməlidir. Subhanallah. Baxın, Allah Teala buyurur Quran-ı Kərimdə. İman gətirib, imanlarını zülmə qarışdırmayanlar var ha. Onlar əminamanlıq məhz onlarındır və onlar doğru yolda olanlardır. Ən'am surəsi 82-ci ayə. Kimdir onlar? İman gətirib imanlarına zülmü qarışdırmayanlar, Allah'a şərik qoşmayanlar. Subhanallah. Onlar əminamanlıq içərisindədir. Həm bu dünyada, həm də ahirətdə. La ilahe illallah. Yetər ki, Rəbbinə şərik qoşma. Baxın, Ubayd ibn Samit radiyallahu rivayət edir ki, Peyğəmbərimiz buyurdu, kim Allah'tan başqa ibadətə layiq haqq məbud olmadığına, onun tək olduğuna və şəriki olmadığına, Məhəmməd onun qulu və elçisi olduğuna, İsa Allahın qulu və elçisi olduğuna, İsa Allahın qulu elçisidir, Allah deyil. Allahın Məryəmə çatdırdığı bir kəlməsi ilə onu yarattı. Yəni, oldu, oldu. Cənnətin haqq, cəhənnəm də haqq olduğuna şahidlik edərsə, Allah onu etdiyi əməllərinə baxmayaraq cənnətə daxil edər. Subhanallah. La ilahe illallah. Doğru əqidə, tevhid nə böyük bir nemətdir. Ona görə deyir ki, Allah üçün la ilahe illallah deyən kimsəyə cəhənnəmi haram etmişdir Allah Teala. La ilahe kəlməsini deyir, amma Allah'a şərik qoşmur.
Baxın nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Allahdan başqa ibadət olunanlar inkar edilir, tərk edilir. Olmaz Allahdan başqasına. Baxın altıra buyurur. Bir zaman İbrahim atasına və qövmünə dedi: Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradan müstəsnadır. Şübhəsiz ki, o məni doğru yola yönəldəcək. Zuhruf surəsi 26-27-ci ayə. Peyğəmbərimiz nə buyurur? Kim la ilahə illallah deyər, yəni Allahdan başqa ibadət olunanları tərk edər, inkar edər, onun malı, canı qorunmuşdur deyir. Hesabı isə Allaha aiddir. Yəni, əgər Allah şərik qoşmasa, günahları olsa belə hesabı Allaha aiddir. Yəni, Allah istəyər bağışlayar birbaşa, istəyər o etdiyi günahlarına görə onu sorğu-sual edir, əzab verər, amma əbədi cəhənnəmdə qalmaz. Və yaxud da ki, Allah onu eləyər, birbaşa bağışlayar. Ona görə la ilahə illallah kəlməsi ən böyük mənalardan biri bu deməkdir. Təkcə bu sözü demək insanın canını, malını qorumağa kifayət etmir. Həmçinin mənasını bilmək, bunu dillə demək və əməl eləmək. Yalnız Allahı çağırıb ona şərik qoşmamaq, bəli, həmçinin o da yetərlidir. Xeyr, bununla bərabər Allahdan başqa ibadət edənləri inkar etmək qəlbində. Gedir, dəvə pirindən kömək istəyir. Dəvə də bu insan düzəldib, sınmışdı. Sonra dedilər ki, tezə remontdan çıxıb gəlin. Gəlin Allaha şərik qoşun. Yəni, bu daşı da usta düzəldir. Bu səncə fayda verə bilər. Özü sınır. Və yaxud da ki, sel gəldi, aparır. Özünü qoruya bilir. Sənə necə yardım eləsin o? La ilahə illallah. İnsan buna şəkk etməz və tərəddüd göstərərsə, o zaman tövhidi kamil deyil. Tərk eləməlisən. Bu məsələ çox böyük, çox əhəmiyyətli bir məsələdir. La ilahə illallah. Baxın, Allah təala buyurur Qüdsə hədisdə: Ey Adəmoğlu, əgər sən mənim hüzuruma yer dolusu günahla gəlsən, sonra mənə heç bir şey şərik qoşmadan qarşıma çıxsan, mən də sənə yer dolusu, yer böyüklüyündə, yəni kainat böyüklüyündə bağışlanma ilə gələrəm deyir. La ilahə illallah. Yəni sənin günahların səmalara yüksəlsə, Allaha şərik qoşmasan, o böyüklüyündə Allah da səni bağışlanmanla qarşılayaram. Çünki Allaha şərik qoşmadın. Muaz bin Cəbəl radiyallahu anh deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem arxasında minikdəydim. Mənə buyurdu: Ey Muaz, Allahın qullar üzərində olan haqqının nə olduğunu və qulların Allah üzərində olan haqqının nə olduğunu bilirsənmi? Dedim, Allah Rasul daha yaxşı bilir. Dedi, Allahın qullar üzərində olan haqqı odur ki, ona ibadət etsinlər və ona heç bir şey şərik qoşmasınlar. Qulların Allah üzərində olan haqqı, yəni Allah özlərinə götürür fəzilət olaraq, odur ki, ona heç bir şərik qoşmayan kimsəyə əzab verməməsidir. La ilahə illallah. Qiyamət günü deyəcəksən, ey Rəbbim, mən sənə şərik qoşmadım. Yəni günahlarla geçsən, deməyə üzün olur, ey Rəbbim, bağışla məni. Mən sənə şərik qoşmadım. Onu deyəcəksən qiyamət günü. Sevinəcəksən. Ey Rəbbim, mən ki sənə şərik qoşanlardan deyildim. Subhanallah. Dedim ki, Allah Rasulü, insanları müjdəliyim mi? Dedi, xeyr, onlara demə. Arxayınlaşıb tənbəllik etməsin. Qoy əməllərlə çalışsınlar. Muaz bin Cəbəl bu hədisi nə zaman dedi? Ölümündən əvvəl. Dedi ki, birdən dedi, dünyadan köçərəm. Peyğəmbərimizin bu müjdəsini çatdırmadan köçərəm. Subhanallah. La ilahə illallah. Baxın, Nuh Aleyhisselamın vəfatı yaxınlaşanda oğluna belə vəsiyyət etmişdir. Mən sənə iki şeyi əmr edir, iki şeydən çəkindirirəm. Sənə la ilahə illallah deməyi əmr edirəm. Əgər 7 göy bir tərəzinin gözünə, la ilahə illallah, 7 səma, sən düşün ki, kainatın genişliyi, milyardlarca ulduzlar, 7 səma, galaktikalar, 7 səma, İçərisində olanlar, yəni bütün mələklər də olsun. Tərəzinin bir gözünə qoysa qiyamət günü, la ilah kəlmə bir gözünə qoysa, la ilah kəlməsi ağır gələr deyir. La ilah illallah. Əgər 7 göy, 7 yer bağlı bir halqa kimi olsa, la ilah illallah onu qırar deyir. Çünki Allahın adından əzəmətli bir şey yoxdur. Subhanallah. Ey tövhid əhli, sevin. Sevin ki, Allaha şərik qoşanlardan deyilsən.
Gör səni nə gözləyir axirətdə, böyük bağışlanma. Sonra nə deyir? Birinci la ilə sonra Subhanallah və bihamdi kəlməsini denə. Çünki bu hər şeyin duasıdır. Bununla Allah Teala məxluqatına ruzu verir. La ilahe illallah. Ruzunu bol olmağını istəyirsən, denə Subhanallah və bihamdihi, Subhanallah və bihamdihi, Subhanallah və bihamdi. Nə deməkdir? Həmd edirəm Allah'a ki, nöqsanlardan uzaqdır, pakdır. Ruzu qapısıdır bu zikir. Estağfurullah qədər önəmlidir. Salavat qədər önəmlidir. Dilindən düşürmə. Subhanallah və bihamdihi, Subhanallah və bihamdihi. Və sonra nə deyir? Evlatlarına sizi şirkdən və təkəbbürlüdən çəkindirirəm. Subhanallah. Sahabələr soruşdular ki, ey Allah Resulü, şirki bildik. Bəs təkəbbür nədir? Bir insanın gözəl ayaqqabısının, gözəl geyiminin olması təkəbbürdürmü? Dedi, xeyr. İnsanların onun yanında oturmasını sevməsi təkəbbürdür. Dedi, xeyr. Dedi, bəs təkəbbür nədir? Təkəbbür odur ki, haqqı rədd etmək, insanlara yuxarıdan aşağı baxma. Subhanallah. Təkəbbürlü insan haqqı qəbul etməz, bir də insanlar yuxarıdan aşağı baxar. Yəni deyək ki, o kimdir ki filan. Bax, həmçinin Peyğəmbərimiz buyurur, qiyamət günü Allah ümmətindən bir nəfəri bütün məxluqatın qarşısında seçəcək. Əməlləri yazan mələklər deyəcək, ey Rəbbim, ey kulum, əməlləri yazan mələklər bunu yazıb mı? Yəni sənə zülm ediblər, deyir, xeyr. Hamısını yazıblar, mənə zülm eləməyiblər. Sənin bir üzrün var mı? Deyəcək, xeyr, ey Rəbbim. Allah buyuracaq, sənin yanımızda bir savabın vardır. Bugün sənə zülm olunmaz. Sonra üzərində belə yazılmış bir vərəq gətiriləcək. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadlı haqq məbud yoxdur. Məhəmməd onun qulu və elçisidir. Yəni Allah şərik qoşmayıb. Allah buyuracaq, əməl tərəzisini gətirin. O deyəcək, ey Rəbbim, bu kiçik vərəq, bu qədər əməl dəftərin yanında nədir ki? Altına buyuracaq, sənə bugün zülm edilməyəcək. Sonra əməl dəftərləri tərəzinin bir gözünə, həmin vərəq isə bir gözünə qoyular, əməl dəftərləri yüngül gələr, vərəq isə ağır gələr. Çünki Allahın adı qarşısında heç nə ağır gələ bilməz. Niyə? Tavhid kəlməsi. Allah şərik qoşmayanlardan. La ilahe illallah. Ona görə soruşdular ki, bir qrup insanlar, ey Allah Resulü, biz qiyamət gün Rəbbimizi görəcəkmi? Dedi ki, bəli. Sonra dedi ki, bulutsuz gündə günəşi görməkdə çətinlik çəkirsinizmi? Və ya bulutsuz gecədə bədirlənmiş ayı görməkdə çətinlik çəkirsin? Dedilər, xeyr. Dedi, qiyamət gündə Allahı görməkdə eyni ilə çətinlik çəkməyəcəksiniz. Yəni, tərtəmiz, qaranlıq yox, heç bir şey görəcəksiniz. O gün bir carçı səslənəcək. Hər ümmət dünyada nəyə ibadət edirsə, onu arcında geçsin. Subhanallah. Beləcə Allah başqa bütlərə və ya başqa şeylərə ibadət edənlər onların ardınca gedəcəklər. Gedin onların ardınca. Sən dünyadakən onlara ibadət etmişdin. Gedin görüm səni xilas edə biləcəklər. Beləcə onlar bir-birinin ardınca cəhənnəmə düşəcəklər. Nəhayət Allahdan yaxşı və ya pis halda ibadət edənlərdən və kitab əhlindən başqa heç kim qalmayacaq. Sonra Allah Teala digərlərinə buyuracaq. Yahudilər deyər, siz kimə ibadət edirsiniz? Deyir, biz Allahın oğlu Üzeyri ibadət edirdik. Deyəcək, xeyr, yalan deyilsin. Allah nə bir zövcə götürmüş, nə də bir övlad. Nə deyir? Allah deyirlər ki, Üzeyr Allahın oğludur. Sonra deyəcək ki, eyrəm, biz susamışıq, su ver. Deyəcək, getməyəcəksiniz. Beləcə onlar bir-birini qıran ilğıma bənzər cəhənnəmə tərəf aparılacaq və ora düşəcəklər. Niyə? Dedilər, Allahdan başqa Allah övlad nisbət etdilər. Subhanallah. Allah nə özünə zövcə götürür, nə övlad götürür. Beləcə nəsranilər çağırılacaq, soruşacaq, siz nə ibadət edirsiniz? Deyəcəklər, biz Allahın oğlu Məsihə. Altı bu yalan deyirsiniz. Allah nə bir zövcə götürmüş, nə də bir övlad. Subhanallah. Nə istəyirsiniz? Susamışıq, su istəyirik. Qiyamət günü dəhşətdir məhşər meydanı. Onlar da əlbəttə ki, ibadət etdikləri kömək edəcək. Xeyr, İsa Peyğəmbər Allahın quludur. Subhanallah. Ona görə qiyamət günü nədir? Çətin olacaq. Allah şərik qoşanların halı. Allahdan, Allah qorusun bizi. Subhanallah. La ilahe illallah. Amma möminlər isə deyir, onlar hara gələcəklər? Məhşər meydanında Allah şərik qoşmayıblar.
Sonra gələcək nədir? Əlbəttə ki, Allah, tavhid əhli. Sonra cəhənnəm üzərində qalır nə? Sirat körpüsü. Orada şəfaətə icazə verilir. Möminlər bir-birinə şəfaət edəcəklər. Allahım, salamat et, salamat et. La ilahe illallah. Bir-birinə şəfaət. Dedi, ey Aras, körpü nədir? Dedi, sürüşkən bir yerdir. Orada qarmaqlar, çəngəllər və Nəcid tərəfdə olan Sədən adlı tikanlı bir bitkinin tikanlarına bənzər qarmaqlar vardır, deyir. Möminlər oradan göz qırpımında şişəm kimi, şimşək kimi, külək kimi, quş kimi, sürətli atlar kimi, miniklər kimi keçəcəklər. Bəziləri salamat qalacaq, bəziləri yaralanacaq, bəziləri isə cəhənnəmə düşəcək. Böyük günahlarından təmizlənmədiyi üçün. Amma əbədi qalmayacaq tavhid olduğuna görə. Möminlər cəhənnəmdən qurtaqdan sonra deyir ki, canım əlində olan Allaha and olsun ki, sizdən heç biriniz haqqı tələb etməkdə qiyamət günü möminlərin cəhənnəmdə olan qardaşları üçün Allah etdikləri yalvarışdan daha şiddətli yalvarmazsınız. Yəni o mömin ki, cənnətə girib görəndə ki, bu dünyada dostu, qardaşı, yəni sevdiyi müsəlman yoxdursa, Allaha deyəcək, ey Rəbbim, onun günahını bağışla, şəfaətçi olacaq. Ey Rəbbimiz, onlar bizimlə bərabər oruç tutur, namaz qılır, həcc edirdilər. Allah icazə verəcək ki, tanıdıqlarınızı çıxardın. Beləcə Allah onların üzlərini cəhənnəmə haram edəcək və onlar bir çox insanı oradan çıxaracaqlar. Halbuki o da onların bəzisini baldırına, bəzisini dizinə qədər də yandırmış olacaqdır. Sonra deyəcək, ey Rəbbimiz, sənin bizə əmr etdiklərini heç kim orada qalmadı. Allah buyuracaq, qaydın, qəlbində bir dinar ağırlığında xeyir olanı çıxardın. Beləcə çox insan deyil çıxarılacaq. Niyə Allaha şərik qoşmadığı üçün? Subhanallah. Nə qədər qalıb yanacaq? Allahu ələm, Allah qorusun. Amma Allah şərik qoşmayıbsa əbədi cəhənnəm yoxdur. Sonra deyəcək, ey Rəbbimiz, sənin bizə əmr etdiklərindən heç kim orada qalmadı. Allah buyuracaq, qaydın, qəlbində yarım dinar ağırlığında xeyir olanı, iman olanı çıxarın. Beləcə çox insanlar çıxacaq. Sonra deyəcək, ey Rəbbimiz, sənin bizə əmr etdiklərindən heç kim orada qalmadı. Allah buyur, qaydın, qəlbində zərrə qədər xeyir olanı çıxarın, zərrə qədər iman olanı çıxardın. La ilahe illallah. Sonra deyəcək, artıq orada heç bir xeyir sahibi qalmadı. Subhanallah. Cəhənnəm kimlər üçündür? Murdarlar üçün. Və sonra əgər bu hədisə inanmırsınızsa, bu ayəni oxuyun, dedi sahabə Əbu Səid Xudri. Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl olsa, Allah onu qat-qat artırar. Öz tərəfindən böyük bir mükafat verər. Nisa surası 40-cı ayə. Sonra Allah təala buyuracaq, mələklər şəfaət etdi. Mələklərin şəfaəti var. Deyir, ey Rəbbim, qullarını bağışla. Peyğəmbərlərin şəfaəti var. Möminlərin şəfaəti var. Və sonra yalnız mərhəmətləri mərhəməti olan nədir? Uca Allahın şəfaəti. La ilahe illallah. Kimlər üçündür? Allaha şərik qoşmayanlar üçündür. Subhanallah. Bilməyə şərik qoşubsa cahil sayılır. Onlar da şəfaətə naildir inşallah. Amma bilə-bilə inkar edibsə, Allaha şərik qoşubsa, vay halına. Sonra Allah cəhənnəmdən bir ovuc insan çıxaracaqdır. Yəni Allahın əl sifəti, ovuc sifəti, keyfiyyətini bilmirik. Onlar heç bir xeyir əməl etməmiş, kömür kimi yanmış halda olacaqlar. Allah onları cənnətin qapıları yaxınlığında olan həyat çayına atacaq. Onlar selin gətirdiyi toxumun bitdiyi kimi yenidən diriləcəklər, təmizlənəcəklər. Görmürsünüzmü, daşın və ağacın yanında olan bitki necə sarı və yaşıl çıxır, kölgədə olan isə necə ağ, gözəl olur. Sahabə dedilər ki, ey Allahın Rəsulü, sanki sən çöldə qoyun otarmısan, dedi ki, bəli, mən bilirəm o otları, misal çəkir. Onlar boyunlarında izlə çıxacaqlardır. Cənnət əhli onları tanıyacaq. Bunlar Allahın heç bir əməl etmədən və heç bir xeyir görmədən cənnətə daxil etdiyi kəslərdir. Sonra Allah buyuracaq, cənnətə daxil olun, gördüyünüz hər şey sizindir. Onlar deyəcək, ey Rəbbimiz, bizə aləmlərdən heç kimə vermədiyini verdin. Allah buyuracaq, mənim yanımda bundan daha üstün nemət vardır. Ey Rəbbimiz, bundan daha üstün ola bilər? Deyəcək ki, bəli, mən sizdən razı qaldım. Bundan sonra isə heç vaxt qəzəllənməyəcəyəm. La ilahe illallah. Baxın, tavhid əhli nə gözləyir? Çünki cənnət kafirlərə haram edilmişdir. Bunlar isə kimlərdir? Şəhadət kəlməsini gətirib. Lakin əməlləri olmuyor və yaxud da ki,
əməlləri zəif olub, günahları çox olub, amma Allaha şərik qoşmayıblar. Subhanallah. Baxın təvhid nə deməkdir, gözəl insanlar. Subhanallah. La ilahe illallah. Ona görə də mömin daim nədir? Təvhidini qorumaya çalışmalıdır. Subhanallah. Qorxmalıdır insan. Nədən? Allaha şərik qoşmaqdan. Allah qorusun. Ona görə də yəni təvhidi kim kamil şəkildə bilirsə, soru-sualsız cənnətə girənlərdən olacaq. Baxın nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Sizdən əvvəl yaşayan bir kişi var idi. O təvhiddən başqa heç bir xeyir əməl etməmişdi. Ölümü yaxınlaşanda ailəsinə dedi: "Mən öldükdən sonra məni yandırın, sonra külümü üyüdün. Külümün yarısını quruda, yarısını da dənizə səpin. Allaha and olsun ki, əgər Allah məni diriltməyə qadir olsa, aləmlərdən heç kimə vermədiyi bir əzabı mənə verər." Onlar da onun dediyini etdilər. Allah qurunun torpağını əmr etdi ki, torpaq özündə olanları topla. Allah ol deyər olar. Dənizə də əmr etdi ki, dənizdə atılanları topla. Hamısı gəldi Allahın qarşısına. Allah onu diriltdi. Allah hər şeyə qadir, ol deyər olar. Dedi: "Ey Adəm oğlu, sən etdiyin bu əmələ səni vadar edən nə idi?" Dedi: "Ey Rəbbim, sənin qorxun. Səndən qorxdum. Halbuki sən hər şeyi yaxşı bilənsən." Allah da onu bağışladı. Halbuki onun təvhiddən başqa heç bir xeyir əməli yox idi. Subhanallah. Ona görə təvhid önəmlidir. Yəni təvhid, iman əməllərə sarılmaq lazımdır. Subhanallah. Ona görə də təvhid ən böyük nemətlərdən birisidir. İnsan gərək bunun nədir? Qədrini bilsin. Əgər Allah Taalaya şərik qoşanlardan deyilsənsə, Rəbbinə həmd et ki, Allah Taala səni yəni onlardan neyniyib? Ayırıb. Ona görə deyir ki, Allaha şərik qoşmadan qorxmaq lazımdır. Subhanallah. Qorx ki, birdən azarsan, haqq yolundan çıxarsan, Allah qorusun gelib Allaha şərik qoşanlardan olarsan. Baxın nə deyir Allah Taala? Şübhəsiz ki, Allah özünə şərik qoşmağı bağışlamaz. Bundan aşağı olan günahları isə istədiyi kimsə üçün bağışlayar. Nisa surəsi 48-ci ayə. Baxın nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Kim Allahdan başqasına dua edib yalvaran halda ölərsə, cəhənnəmə daxil olar. Bilməyib, cahildirsə üzr sayılır dinimizdə. Amma bilə-bilə bunu edərsə, kim Allahdan başqasına dua edib yalvaran halda ölərsə, cəhənnəmə daxil olar. Cəbirdən rivayət olunur, Peyğəmbərimiz buyurur: kim Allah heç nəyə şərik qoşmadan onun hüzuruna çıxarsa, cənnətə daxil olar. Kim də ona şərik qoşaraq onun hüzuruna çıxarsa, cəhənnəmə daxil olar deyir. Subhanallah. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm daim təvhidin qorunması və şirki aparan yolları bağlayardı. La ilahe illallah. Çünki Uca Allah Teala buyurur: sizə öz içərinizdən elə bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizin hidayət tapmağınızı çox istəyir. Möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir. Tövbə surəsi 128-ci ayə. Baxın nə deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm? Evlərinizi qəbrə çevirməyin və mənim qəbrimi bayram yeri etməyin. Yəni mənim qəbrimi deyir, məndən sonra oranı ibadətxanaya çevirməyin. Allah da onun duasını qəbul etdi. Peyğəmbərimizin harada dəfn oldu, divarlarla bağlanıb, heç kimsə ona ibadət yerinə çevirmir. Allah onun duasını qəbul etdi. Yoxsa oranı da pir eləyərdilər. Mənə salavat gətirin, harada olsanız da sizin salavatınız mənə çatır deyir Peyğəmbərimiz sallallahu əleyhi və səlləm. Baxın, Əli ibn Hüseyn rivayət olunur, o bir kişinin Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinin yanında olan bir dəlikdən içəri girib dua etdiyini gördü və bunu çəkindirdi. Sonra bağladılar. Bir dəlik var idi, oradan girib dua edin. Dedi, mən sənə atamdan, o da babamdan eşitdiyi bir hədisi danışım. Resulullah sallallahu əleyhi və səlləm buyurdu: mənim qəbrimi ibadət yeri etməyin. Evlərinizi də qəbirstanlığa çevirməyin. Mənə salavat gətirin, harada olsanız da salavatınız mənə çatır. Subhanallah. Peyğəmbərimiz qadağan etdi. Peyğəmbərimizin nəvələri qadağan etdi. Yəni Peyğəmbərimizin qəbri yəni Allaha dua etmək üçün yeri deyil. Və ya Peyğəmbər hörmətinə, Peyğəmbər üzü suyu hörmətinə belə dua yoxdur. Birbaşa Allah Taala'dan. Baxın. Subhanallah. Peyğəmbərimiz bax nə qədər təvazökar bir insan idi.
Abdullah ibn Şeyh rivayet edir ki bir gün Bəni Amr heyəti ilə birlikdə Rasulullah sallallahu aleyhi ve sellem yanına getdi. Dedilər sən bizim ağamızsan. O buyurdu. Ağanız yalnız Allah'tır. Peygamber tərifi sevməzdi. Yəni uca odur. Biz dedik sən fəzilət və üstünlük baxımından bizim ən üstünümüzsən. O buyurdu. Sözünüzü ölçülü deyin. Veya buna yaxın sözlər işlədin. Şeytan sizi həddi aştırmasına imkan verməyin. Subhanallah. Peygamberimiz dedi ki mən Allahın quluyam. Mənə Allahın qulu deyin. Subhanallah. La ilahe illallah. Ənəsdən gələn rivayətdə bəzi insan dedi ey Allah Resulü, ey bizim ən xeyirlimiz və ən xeyirlimizin oğlu, ey bizim ağamız və ağamızın oğlu. Peygamberimiz eşit ey insanlar sözünüzü ölçülü deyin. Şeytan sizi aldatmasın. Mən Muhammedəm, Allahın qulu və Resuluyam. Allahın mənə verdiyi məqamdan yuxarı qaldırmağımı sevmirəm. Allah mənə ən gözəl məqam verib, məni qulu adlandırıb deyir. Görün Peygamberimiz sallallahu aleyhi ve sellem necə diqqətlə yanaşırdı. Subhanallah. Yani bütün şirkin qapılarını bağlayırdı. Yani beni heç zaman diye Allah'a nədir? Şərik qoşmuyor. Subhanallah. Ona göre de insanları neye davet etmeliyi? La ilahe illallah şehadetine. Allah Teala buyurur. De benim yolum budur. Mən və mənə tabi olanlar açıq bir dəlillə insanlar Allah'a davet edirik. Allah pak ve müqəddəsdir. Mən müşriklərdən deyiləm. Yusuf suresi 108. ayə. Bakın İbn Abbas deyir ki Peygamberimiz sallallahu aleyhi ve sellem Muaz İbn Cəbəli Yemen'e gönderdiği zaman ona belə dedi. Sen kitap ehlinden olan bir kavmin yanına gelirsen. Onları ilk olarak La ilahe illallah şehadetine çağır. Yani Allah'ı tekleştirmeye çağır. Eğer onlar bu meselede sana itaat etseler onlara bildir ki Allah onlara her gün ve gecede 5 namazı vacip etmiştir. Eğer bunda da sana itaat etseler onlara bildir ki Allah onların varlarından alınıp kasıblarına verilen sədəqəni yani zekatı onlara vacip etmiştir. Eğer bunda sana itaat etseler mallarının en kıymetlerini almadan çekin ve məzlumun duasından kork. Çünkü onun duasıyla Allah arasında hiçbir perde yoktur diyor. La ilahe illallah. Bakın Peygamberimiz sallallahu aleyhi ve sellem Xeybər günü ne demişti? Dedi sabah bu bayrağı yani Müslümanların bayrağını elə bir kişiye vereceğim ki Allah Resulü onu sevir, o da Allah Resulü sevir. Allah onu ile Xeybər'i fəth edecek. İnsanlar gecəni bu barədə danışarak keçirdiler. Her biri bayrağın ona verileceğini ümid edirdi. Səhər açılanda Resulullah sallallahu aleyhi ve sellem buyurdu. Əli ibn Əbi Talib hardadır Həzrət Əli? Dediler ey Allah Resulü dünən geceden gözleri ağrı. Dedi çağırın getirin onu. Resulullah sallallahu aleyhi ve sellem onun gözlerine üfürdü. Yani yüngülde üfürdü. Dua etti. O da sanki hiç ağrı çekmemiş gibi şəfa taptı. Sonra bayrağı ona verdi ve dedi. Aramla irəlilə. Onların meydanına çatdıqda əvvəlcə onları İslam'a dəvət elə. Ve Allah'ın onlar üzerinde olan hakkını onlara bildir. La ilahe illallah. Yani ne de o? Allah'a ibadet etmeyi hiçbir şey şərik qoşmamaq. Allah'a and olsun ki Allah senin vasitənlə bir nəfərə hidayət etməsi senin için qırmızı dəvələrdən daha xeyirlidir. Qırmızı dəvə ərəblərin sevdiği en güzel dəvələr. Subhanallah. La ilahe illallah. Bakın Peygamberimiz sallallahu aleyhi ve sellem Əmisi Abu Talib ölüm ayağında olarken Resulullah sallallahu aleyhi ve sellem onun yanına geldi. Onun yanında Abdullah ibn Ebu Umeyye, Abu Cehl var idi. Kureyş'in liderleri. Resulullah böyle dedi. Ey əmim, la ilahe illallah de ki Allah yanında bununla senin lehine şahidlik edim kıyamet günü. Onlar dediler Abdülmuttalib'in dininden dönürsen Resulullah sallallahu aleyhi ve sellem ona tekrar etti. Onlar da tekrar ettiler. Abu Talib'in son sözleri bu oldu. Ben Abdülmuttalib'in dini üzerindeyim. Kabul etme. La ilahe kelimesini demedi. O Abdülmuttalib'in dini üzerindeydi. La ilahe demeyi kabul etmedi. Bunun üzerine Peygamberimiz sallallahu aleyhi ve sellem buyurdu. Sana qadağan edilmediği müddətdə senin için bağışlanma dileyeceğim. Çünkü onlar sana mani oldular. Sonra Allah Teala bu ayəni nazil etdi. Müşrik olduları belli oldudan sonra yaxın qohum olsalar belə nə peyğəmbərə, nə də iman gətirənlərə müşriklər üçün bağışlanma diləmək yaraşmaz. Tövbə surəsi 113-cü ayə. Subhanallah. Və sonra bu ayə nazil oldu. Şübhəsiz ki, sən sevdiyini hidayət edə bilməzsən. Lakin Allah istədiyini hidayət edər. O hidayətə layiq olanları daha yaxşı bilir. Qəsəs surəsi 56-cı ayə. La ilahe illallah.
Onu her zaman bir şey düşün. Allah'tan başka hiç kes, hiç neye sahip değil. Salih insan, Allah ondan razı olsun, övliya, imam. Bu dünyada en yaxşı insanlar olurlar. Cənnəti kazanıp Allah onlara razı olsun. Niye bunu ediblər? Cənnəti kazansınlar diye. Bu dünyadan köçəndən sonra neye sahip ol, dünyaya sahip değiller ki sen dünyanı versinler. Yani Allah dərgahında olanda, yani evlad vermeyi, ruzu vermeyi, dua kabul etmeyi, bəyəm onların sahibidir? Xeyr. Onlar sahibi değiller axı dünyanı sana versinler. La ilahe illallah. Bakın ne diyor Allah Kur'an-ı Kerim'de? O gecəni gündüzə qatır. Gündüz ise geceye qatır. Güneşi ve ayı ram etmiştir. Her biri müəyyən bir vaxta kadar hareket edir. Bu sizin Rabbiniz ona Allah'tır. Mülk onundur. Ondan başka dua ettikleriniz ise bir çeyirdek qabığına belə sahip değiller. Fatır Suresi 13. ayet. Yani kim istiyor olsun. Salih insan, imam, övliya. Allah'tan başka dua edilmez. Çünkü neye göre? Güneşi, göğü, bütün kainatı yaradan Allah Teala. Ama siz Allah'tan başka dua ettikleriniz bir çeyirdek qabığına belə sahip değillerdi. Yani dünyada köçen imam, övliya, Allah onlara razı olsun. Allah dərgahında ola. Bu dünyadaki ruzu, evlad vermeye onlar sahip değiller. Sen evlad versin, ruzu versin. Sen duanı kabul etsin. Subhanallah. Axı onların sahibi, bulan sahibi Allah'tır. Bak Uca Allah Teala buyurur. Hiç ne yaratmayan, özleri yaratılmış olan şeyleri Allah'a şerik koşurlar. Halbuki onlar ne onlara kömək edə bilərlər, ne de özlerine kömək edə bilərlər. Araf suresi 191-192. ayet. Açık aşkar bu ayet olalı necə Allah'tan başkasından kömək istəyə bilərsən? Bak hiç ne yaratmayan. Yani yaradandan iste. Yaratılandan değil. Hiç ne yaratmayan. Özleri de yaratılmış olan şeyleri Allah'a şerik koşurlar. Subhanallah. Allah Teala bildirir ki sizin Allah'tan başka kömək istədikləri məxluqdular. Və həmçə qeyd etdi ki onlar özlerine belə kömək edə bilmirlər. Allah dərgahında, bərzaq dünyasında özlerine kömək edə bilməyən başqasına necə kömək edə bilər? Elə isə Allah'tan başqasına dua edene soruşulur. Dua ettiğin varlık yaradandır yoksa yaradılmış? Eğer yaradılmıştırsa, özü-özünə kömək edə bilmirsə, başqasına necə kömək etsin? Bu dünyadan ölüp keçip gedir. Subhanallah. Bakın Enes radıyallahu anh rivayet edir ki Uhud dövüşünde Peygamberimiz sallallahu aleyhi ve sellem dişi Uhud günü sındırıldı. Üzü yaralandı. O dedi Peygamberinin üzünü yaralayan bir kavim nece nicat tapsın? Bunun üzerine Uca Allah bu ayet nazil etti. Bu işte senin hiçbir payın yoktur. Allah ya onların tövbesini kabul eder ya da onlara əzab verər. Həqiqətən onlar zalimdirlər. Yani Peyğəmbərə belə deyir ki, kimin tövbə etməsi, kimin cəhənnəmə getməsi, kimin cənnətə getməsi, sənin belə deyil o işin, Allah'adır. La ilahe illallah. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem sübh namazının son rükatında rüküdən qalxdıqdan sonra belə dua edərdi. Allah'ım filan kəsə lənət eylə. Peyğəmbərə əziyyət verənlər. Sonra ise diğer Semi Allah limen hamide Rabbena ve lekel hamd. Yani konut duası derdi. Bunun üzerine Allah bu ayeni indirdi. Bu işte senin hiçbir payın yoktur. Allah ya onların tövbesini kabul eder ya da onlara azap verer. Hakikaten onlar zalimdirler. El-İmran 128. Subhanallah. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem kimlere beddua etmişti? Safvan İbni Umeyye, Suheyl İbni Amr, Harith İbni Hişam için beddua edirdi. Bunun üzerine bu ayet nazil oldu. Bu işte senin hiçbir payın yoktur. Allah ya onların tövbesini kabul eder ya da onlara azap verer. El-İmran 128. Onlardan sonra neçəsi İslam'ı kabul etti. Hidayet kimin elinde? Allah'tan. Bakın bu ayetle ki en yakın qohumlarını qorxuz. Şuara 214. Ayəsi nazil olanda Peygamberimiz sallallahu aleyhi ve sellem ayağa kalkıp buyurdu. Ey Kureyş cemaati! Özünüzü satın alın. Yani neyle alın? Yani cehennemden xilas edin. Mən sizi Allah'ın əzabından qurtara bilmərəm, eğer imanla gəlməsəniz. Ey Abbas ibn Abdülmuttalib, mən səni Allah'ın əzabından qurtara bilmərəm. Yani sənə şəfaət edə bilmərəm, eğer imanla gəlməsən. Ey Safiyyə, Peyğəmbərimizin bibisi. Ey Allah'ın Resulünün bibisi, mən səni Allah'ın əzabından qurtara bilmərəm. Ey Fatimə binti Muhammed, malımdan nə istəyirsən istə. Amma mən səni Allah'ın əzabından qurtara bilmərəm, eğer imanla gəlməsən. La ilahe illallah. Bakın Peygamberimiz sallallahu aleyhi ve sellem bu mövzu necə davrandı. Elə sözler dedi ki, bazı insanlar buna göre
Onu dəlilikdə ittiham etdilər. Halbuki bugün hər müsəlman belə söz desə, yenə də eyni ittihamlarla qarşılaşar. Peyğəmbər nə dedi? Mən sizi Allahın əzabından qurtara bilmərəm. Deməsinə ama hətta belə buyurdu. Ey Fatimə binti Muhammed, mən səni Allahın əzabından qurtara bilmərəm əgər imanla gəlməsən. Kim istəyirsən ol. Yəni, əgər Peyğəmbərlərin, baxın, Fatimə anamız, qadınların ən fəzlətlisi açıq şəkildə bildirir. La ilahe illallah. Yəni, bu demək, tohid əhli gəlməsən, tohidlə gəlməsən, mən səni xilas edə bilmərəm. Yəni, səni şəfaatçı ola bilmərəm. Çünki fayda, zərər ancaq kimin əlindədir? Allahın əlindədir. Sonra insanın halına baxanda görürsən ki, tohidi necə qəribə hala salıblar. Əgər bir gün insan desən ki, Muhammed sallallahu səni Allahın əzabından qurtara bilməz dedi, qəribə baxar insana. Çünki həqiqətən belədir. Sən Allah dərgahına imanla getməsən, tohidlə getməsən, Peyğəmbərimiz sallallahu sənin üçün şəfaətçi belə ola bilməz. Ona görə nədir? Dinimizin əsası budur, gözəl insanlar. Yəni, insan çalışmalıdır ki, Allah Teala heç zaman nədir? Şərik qoşmasın. Bu çox önəmli mövzudur. Bunu gözəl öyrənməliyik, evladlarımıza öyrətməliyik. İnşallah bu barədə yenə də gözəl söhbətlərimiz olacaq. Həccə qədər Allahın izni ilə. Həccə qədər söhbətlərimiz olacaq. Çünki bu dini əsasıdır. Bunu insan gözəl öyrənməlidir, gözəl bilməlidir. Allah sonumuzu gözəl eyləsin. Allah Teala bizləri hər zaman xeyir işlərə müvəffəq eləsin. Allah Teala bizləri tohid əhli eləsin.